$4200 aylık çıkardı ve dərrə üzünə barıb Cendra satıb aldı. Özü iş logistikaya nechik odamlar girgani yaxshi, ya'ni xarakter jihatdan, shaxsiyat jihatdan nechik bo'lishi kerak? O'zbekiston universitetlərində Amerika logistikası yo'nalishi bor deb o'ylayman. Menimcha hozirgi yo'q. O'zbek logistikası bo'lsa kerak. Yaqinda mana birisi chiqdi, shuning O'zbekiston logistika bilan shug'ullanaman dedi. Savol javobga ko'rdim, umuman boshqa narsa. Yani endi o'qishdagilar menimcha ko'pisi shu logistikada ishlasam, tipa o'qishga 10-11da boraman, kechda ishni bosaman deydiganlar ham bor. O'qishda amallab bilaman, ishda amallab bilaman deydigan bolalar bor, xato etadilar. Va biz kamdan kam hollarda bu bolalarni ishga olamiz. Birisi telefon o'ynab o'tiradi, birisi opasi aytgan bo'lsa, misol bir kursni narxi yaxshi e'lon-a? 1 million, 1,5 million. Majburlanganda ular короче, zo'r ishlatibman deb o'ylash mumkin, lekin xato. Qachon aqli kiradi? Benim yashab boradi, shu bir narsa talab etiladi, shu vaqtda bir o'lmay qolsa, keyin afsusdan nadomatlar boshlanadi. Assalomu alaykum. Bugungi podkastimiz 2-soni va bugungi mehmonimiz Jahongir logistika semasida, logistika sohasindagi mutaxassislarimizdan biri, Sirius kompaniya asoschilaridan hisoblanadi. Jahongir, o'zingizni tanishtirib. Assalomu alaykum hammaga. Bugungi podkastimiz Jasurbek bilan boshlab oldik, xudo xolasa. Jahongir, esa podkast davomida bir o'zingizni erkin qo'yib, rasmiy har doimgidek gaplashadigan etib gaplashaveramiz. Astan temalar Yevropa haqida gaplashamiz. Bo'ldi, davay Muhat qiziqib turgan narsa. Davay ketdik. Xo'p, lekin u temaga kirishdan sal bo'lsa ham qisqacha background, ya'ni o'zingizni nedan keldingiz, o'zi kimsiz, sal bo'lsa ham ma'lumotlarni berib ketsak, ko'rib turgan odamlar ham notanish bo'lib qolmaslik uchun. Xo'p, o'zingiz haqingizda sal bo'lsa ham o'z logistikani ishga kirib qoldingiz. Hozir nima ishlanib turibsiz, necha odamimiz bor? Shular haqida qisqacha va qiziqarliroq ravishda aytib bersangiz. Adım Jahongir. Hozirgi kunda Sirius kompaniyasida founder, ya'ni asoschisiman. Bizda hozirgi kunda 24 nafar xodim ishlaydi. 2 joyda ofisimiz bor, Toshkentda va Xorazmda. 3-ofisimiz ochilish arafasida va biz Amerika logistikasi bilan shug'ullanamiz. Amerika logistikasi ham 2 yo'nalishda shug'ullanamiz. Birinchisi carpooling, mashina tashish, ikkinchisi Amazon, ya'ni Amazon yuklarini tashish. Va logistika haqida men blog yuritaman, Instagramda, YouTube'da va Telegramda kanalim bor. Va logistikaga qiziqadigan insonlarga o'zimni shaxsiy fikrlarimni, shaxsiy hayot, turizm, ya'ni sayohatlar va logistika haqida yoritib boraman. O'zi shaxsiy brendingiz yoki shaxsiy blogingizni ochishdan, yuritishdan nima asosiy maqsadi? Asosiy oliy maqsad bor. Ben Yevropada magistratura o'qiganman va ishlaganman va ko'rganmanki, o'zlarimizni o'zbek bolalar borib, masalan, kulrang ishlarni yoki qora ishlarni aytib yurganlarni ko'rganman va men ham aytganman shu ishlarni. Masalan, pizzada ishlaganman, tozalash ishlarini ishlaganman shu vaqtda majbur bo'lib va chet elga o'zbek aqlli intelligent yoshlarini chiqib ketishini kamaytirish uchun shu sohani boshlag'imiz va asosiy maqsadimiz chet elga bizning aqlli yoshlar ketib qora ishlarni ayttirmaslik. Va shu O'zbekistonda qolib, masalan, $1000 o'rtacha daromad topishini yordamlashish. Xo'p, o'rtacha logistika sohasida $1000, $1000 topsa bo'ladi. To'g'rimi? Albatta, o'rtacha $1000 deb olinadi, lekin masalan, o'tgan oyda, yanvar oyida endi menimcha har kim o'zini yanvar oyida bir bolamiz bor Amazondagi. Mesela hamma kompaniyadagilar bildilar, $4200 aylık çıkardı ve dərrə üzünə barıb Cendra satıb aldı. Etsə bo'ladi, o'rtacha $1000, lekin boshlanishdan emas. Azgina təcrübə kerak və ingilis tili dərəcəsi yenə də yaxşı olsa, $1000 chiqish dərəcəsi, ya'ni vaqti dim tez bo'ladi. O'zi ish logistikaya nechik odamlar girgani yaxshi, ya'ni xarakter jihatdan, shaxsiyat jihatdan nechik bo'lishi kerak? Xo'p, logistikaga her daim aytganman, ekstravert odam girgani ma'qulroq va tez daromadga chiqib ketib biladi, nima uchun desa. Introvert bo'lsa mumkin, avvalgi videolarimda aytganman, ya'ni ular buxgalteriya, xavfsizlik bo'limlarida ishlaydilar va haydovchilar bilan kam gaplashadigan yo'nalishlar departamentlarida ishlaydilar. Lekin agar odam girishuvchan bo'ladigan bo'lsa, daromad ham yuqori bo'ladi va tez ishga tushib ketish ham bo'lishi mumkin.
Endi girişuvchanlik deb turibsan, shu haqida yana bir batafsilroq nechik o'zi girishuvchanlik nechik bo'lishi kerak sizning nazaringizda o'zi? Yaxshi ishlab yurgan girishimli nima deydi, odam deymizmi, inson deymizmi? Tushundim. Ha. Misol tariqasini aytaman. Masalan, girishuvchanlik bo'lsa, ya'ni dispatch departmentiga qo'yiladi, dispetcher bo'ladi. Masalan, problema bo'lib qoldi haydovchida. Haydovchi har xil masalan kayfiyatda bo'ladi va psixologiyasi har xil bo'ladi. Shu vaqtda haydovchini boshqarib bilish kerak. Masalan, gap so'zlarini ko'tarib bilish kerak, vaqtida maslahat berish kerak, muammoni yechib bilish kerak. O'tirib qolmang, ya'ni girishimli bo'lib, muammoni darrov hal etish kerak. Shu aniq yarqin misol bo'lib biladi-da. Masalan, agar trak buzilib qoldi yo'lda, "Men ishlatishni bilmayman" deb o'tirdim-u, tamom o'zi. Bu odamdan nechik desam, Vaziyatni status tushib ketadi u odammi? Status tushib ketadi. Bo'ldi, nechik xato, yordam berib bilaman deb darrov masalan ustaga telefon aytib, usta chaqirib turib, shu odamni og'irini yengillatib berib, vaziyatdan chiqarib beradigan bo'lsa, bu odam demak logistikaga ishlashga moyil. Ya'ni nechik desam, katta daromad topisha imkoni bor. tushunarli. Endi logistikaga kirgan vaqtda ko'pchilikning aytadigan xatolari nechikda bo'laysiz? Aytadigan xatolari birdan katta oylik kutish, tajriba to'plamasdan tezroq oylikka tushib ketish, yana stressga chidamsizlik. Chunki biz kechda ishlaymiz, kunduzi uxlashimiz kerak. O'qishdan amallab bilaman, ishdan amallab bilaman degan bolalar bor, xato aytadilar va biz kamdan kam hollarda bu bolalarni isha olamiz. Shuning uchun xatolari shu birdana kirganda palangas masalan $2000, $1000 oylikka biribdi, men ham hozir kiraman, 2 oydan keyin 1 oydan keyin olaman deb o'ylash xato. Chunki uni orqasida katta mehnat yotibdi. Tushunarli. Endi o'qishdagilar menimcha ko'pisi shu logistikada ishlasam, tipo o'qishga 10-11 da boraman, kechda azizat ishni bosaman deydiganlar ham bor. Bu narsa yo'q emas. Shularga yana bir nima maslahatlar berasiz? O'zi shunday odamlar, misol logistikaga kirgani yaxshiroqmi? Ya'ni kamdan kam odamni olamiz. Nechik bo'lishi kerak o'zi kamdan kam deb tursiz? Aytgan nayingiz, fikringizda? Bilmayman, biz hozirgi kunda o'shinda o'qiganlarni почти olamiz ishga. Zaushdin bo'lsa olamiz. Chunki o'shinda o'qisa, ham o'qishni, ham ishni olib ketib bo'lmaydi. Ya buni mazasi bo'lmaydi, ya o'qishni mazasi bo'lmaydi-da. Ya daromad ham mazasi bo'lmaydi. Oxir oqibatda yopiladi, ya o'qish yopiladi, ya ish yopiladi. Shuning uchun u xato fikr. Masalan, yaxshiroq universitetda o'qib turib, o'shdida ham o'qishda ham ish tortib ketaman desa impossible hozirgi kunda. Zaushdin bo'lsa, может, masalan, yilda 2 marta o'qishga boriladi. Shu vaqtda har oy, bir oy ondan bir odam qo'yib amallat tursa bo'ladi. Lekin har doim emas. Endi universitetdasiz, shudan yana bir savolim bor. O'zi institutda logistika sohasi o'rganib qoladimi yoki o'zi logistika sohasini nerdan o'rganish kerak? Xo'p, O'zbekiston universitetlarida Amerika logistikasi yo'nalishi bor deb o'ylayman. Menimcha hozirgi yo'q. O'zbek logistikasi bo'lsa kerak. Yaqinda mana birisi chiqdi, shuni O'zbekiston logistikasi bilan shug'ullanaman dedi. Savol javob etib ko'rdim, umuman boshqa narsa. Xo'p, Amerika logistikasini nega o'rgansa bo'ladi? Kurslardan yoki bir katta yoki kichik kompaniyaga borib shogirdlikka tushib o'rgansa bo'ladi. Eng tez yo'llari shu. Tushunarli. Shogird deganingizda shu birsini kompaniyasida tipo broker ya dispatch, Amazon Dispatch bo'lib, dispatch, safety, buxgalter borib shogirdga tushiladi. Shu aytganini aytiladi, ustoz deb tutilib, ustoz-da hamma narsada bor, masalan, sattarashlikdan bor, san'atdan bor, o'qituvchilikdan bor, shu shogird tushiladi, o'rganiladi, oddiy. Zo'r. Endi onlayn kurslarda logistikani o'rgansa bo'ladimi? Hozir men u haqda fikrim yo'q, chunki yorqirab chiqqan onlayn kurs bilinmayman, balki bo'qqalar. Lekin hozirgi kunda men shu onlayn kurs bor ekan, zo'r deb hech birini tavsiya etib bilinmayman. Va hozir ham onlayn kursda o'rganish imkoni bor deb ishonmayman to'g'risi. Eng zo'ri usta tutib, shu yonida o'rganish deb o'ylayman. Tushunarli. O'zi logistikada esa eng ko'p beriladigan 3 ta savol. Okey, birinchisi daromad so'raladi, albatta. Jazon topirsan. Yo'q, jazon topirsan deb so'raladi, u har xil. Aniq javob berib bo'lmaydi. Ikkinchisi nodazam bo'ladi. Ikkinchisini ish qiyin emasmi? Cheklim vaqtda o'rganib ketaman, oshi bo'ladi. Bu ham aniq javob berib bo'lmaydi, chunki menda bir bola bo'lgan, haftada ishga tushib ketgan, bir bola bo'lgan 3 oyda ishga tushib ketgan. Keyin uchinchisi, shu kompaniyangizda
iş barmı, vakansiya barmı deyiladi. Joy bormi? Joy barmı? Bizə də hər daim joy bar. Bizə məsələn bala zor boladan bolsa, məsələn aqlı məsələn zor boladan bolsa, ötkür boladan bolsa bizə zaxirəyə işə alamız bəbirəm. Yəni aytılады, gəlişələri bizə iş bar. Ya bizə də vakansiya yox, lakin səni işə alamız. Vakansiya açılğandan moment səni işə qoyamız. Lakin bu bala tayyor olub duradı da, yəni şagirdlikdən, nöldən başlab oturmaydı. Sağ olun. Şöyle yine bir savol var idi. Neçə adamlarni siz işə almagan bolar ediniz? Yalğancı adamlar işə almaydan. Niyə almağanma? Həmməz şu 24 bolğan bolsa hazır. Həmməsini özüm intervyu etkən məndən. Birmə-bir intervyu etib, gəpləşib, sinab, aşınat bağanma və cəmaəmizdəki dostluqam yaxşı. Məsələn, ağızbirçilik var. Düşünürəm, bizə aydan aya yenə ösüb batırmız. Pəzəyiş ondan, Xuda şükür, yenə ösüb batırmız. Yalğancılıq yox, yalğancılıq bizə işimizdə cay yox yalğancılığa. İkinci işinizdə eng bir yaxşı getgan narsasi shtraf var yani. Bir sökingəndən Sheetə, Google Sheetə bir dənə 10 milyonmu? Şunu shtraf. $1, ava. Bizəni işte şimdi ofisin içki qaydası bu. Köp ofisdə də bayağı ki yox. Söküş mümkün məs ofisə. Çünki bərəkə qaçadı. Ofisimizin içki qaydası hələ yetərdə aytılmayan iş birinci şeydə aytılıb tutdu. $1 düşürədi. 3-4 adam var, şuna access var, yəni Google Sheetə. Gələn adam biraz söksə yazıb qoydular və İndəmi yazıb qoydular. Ava, indəmidi. Aytdım ki, qaçan çislası nə zadı lakin. Və o pul hər ayın axırında aylıq verilən vaxtında hər ayın birinci hissəsini aylıq verildi. Donation yəni xəriyyəyə getədi o pul. Keyin ondan təşkil var yenə nələr, charge'lar, yəni aytqanımni. Xata etib qoyadam olsa məsələn, kastdan etməyidən etibarlı olaraq boluş üçün $1, $5 aşının charge'larımız var. Charge deyən şu zərimə. İndi kəllə başına nətən bu qanun rol oynayır mı? Yəni hissə. Ava, mənim nətəm xatalarım boladan olsa, mənəm düşürədi. Mən hətta özüməm düşkən vaxtlarım var və mənəm düşədələ. Valla. Öz əvvəlki səfər. Kim düşkəndən yenə qızıqlı yeri, kim düşkəndən bilib bulmaydı. 3-4 adam var, girədilər də düşük qoyarlar. İçindən karat botu. Yox, karat içində yox. Zor. Yenə bir qızıq vaqiyanı nəsənə nə deyirlər, intrigası vardı məndə. Hər daim kəlləmdə aylandırıyorum ha. Taza öyrəngənlər nəsə bir şey deyək. Şimdi bizə də üçüsü oldu. Bir balamız vardı. Hazıram yaxşı əlaqədamız və bir ayda işlədən uzunla soradı. Mən doğru düşündüm. Hazıram yaxşı əlaqədamız və universitetə damlacılığa ötdü. Xüsusən mən işləri zor. Yəni bir balamız vardı. Biraz tənəffüs ağanım oldu. Bizə poddeşkə tutdu. Keyin izinə düşüb getdi və shiftini qısqartdıq onu məsələn. Smenasını qısqartdıq. Yarım smenada işlədiyim oldu. Ertələri oyuna getdim oldu. Keyin yenə bir balamız var. Hazır işlə bitdi. Həmməsi good, həmməsi yaxşında. Cavab yeşisi almadı. Bu savan necə bərtmə? Çünki logistə yəni aytıb ötgənimizdən geçdi işləyirlər əsasən. Xoş. İndi mən Instagramda özü başqa ictimai tarmaqlardan köp youtubma. Başqa dövlətlər arasında logistika var ki, məsələn İrandan, Özbəkistandan, mənimcə görgən məsələsi. Baba. Ular neçik boladır? Bilişimcə mən Avropanı eşitdim. Ulada məsələn yük aladan saytlar sanı köp də eşitdim. İndi mən şollan görməm, faqat Amerika logistikası bağına bizə ki. Ulada başqaca sistemalarla məmdəsə maaşı, yəni aylənmə tovar oborotu kəmdədələr. Nə üçün biz Amerika logistikasını təllədik? Çünki asan öyrənişə. Keyin valyuta və AQSh dollarında bağlı üçün kattaroq daromad tapış mümkün. Bəlkə Avropadan, başqa İranlardan mümkündür, lakin bizə üçün hələ açılmağan sahə var, hələ yürülməgən yolak desəm var, cüdə kəm adam var idi. Eng rivojlanan hazır Özbəkistanda Amerika logistikası. Zor. Amerika logistikasında yəni aytıb ötgənizdə məncə 2 dənə Amazon bilən Carhauling maşına daşıyıb. Yenə başqa nələr var? Köp olan nəsə məsələn towing deyəni var, ki step deck deyəni var, flatbed deyəni var, dry van deyəni var, cüdə köp. Məsələn reefer deyəni var. Aslan bizə əməli qoşub batırmız çünki məsələn bir ilə 9 dakika qazaq qoymadı bizə az qızıqlı bir vaxtın aytıb verəm bizə də boğan. Bizə taza carhauling bilan başlamız, yəni maşına daşışı bilan başlamız. Aradan 3-4 ay ötdü. Qış vaxtı gəldi və
haydovchilarimiz Amazon o'tib ketdilar ko'pchiligi. Bizda kam trak bo'lib qoldi Carholdingda. Keyin biza o'ylandik. Valloh shu ishsiz qolib qoldilar. Nishlatishimiz kerak. Eldimizda boshqa yo'l yo'q. Masalan, faqat o'zimizni improve o'stirishimiz kerak. Biz nishlatdik. Amazonni o'rgandik. Bir bola oldik. Davay bizlar o'rgat. Keyin o'zimizdan o'rganishni boshladik. Bir trakdan boshladik. Hozir masalan Amazonda 20 dan ortiq trakimiz bor. Shunda aytib Amazonni o'rgandik. Hozir Carholding Amazonimiz bor. Endi haydovchilarimiz aytib tutdi, davay sizlar ko'cha yuklarni o'rganglar. Masalan, refer atali, keyin driver atali, har xil treylerni tiplaridan ular. Shularni atalda tutdi. Bo'ldi, gap yo'q. Biz o'zgarishga moyilmiz. Ya'ni ish o'rganishga moyilmiz, tayyormiz. Va shu yozdan xudo xolasa palolashib turibmiz. O'sha dispetcherlarni gaplashish Toshkentdagi bizlarga o'tadilar, bizlarning kompaniya va shu ko'cha yuklarni ham yo'lga qo'yacakmiz. Ko'cha yuklarni o'rgangandan keyin aytamiz, yana soqolamizga kengaytirib boramiz. Chunki biznesda bir yerda o'tirib, masalan, bo'ldi, men shu biznes bilan oxiridan daromad topaman deyish umuman xato narsa, chunki raqobat juda kuchli hozir. Uzun ustida ishlamagan sinib ketadi. Shuning uchun biza har kuni masalan brainstorm deydi, ya'ni maslahatlashib bolalar bilan gaplashib nishlatamiz, nishab o'stiramiz, grosslanishib ko'taramiz. Nov kamchiliklar bor, daskamiz bor, daskaga yozib tushuntirib, ustimizda ishlaymiz. Shuning uchun xudoga shukr har oydan oy grossimiz ham yaxshi. Yana ofisimiz kengayib turibdi. Yana yangi kadrlarni ish olib turibmiz. Tushunarli. Endi o'zingizni, ya'ni biznesda yangiza tadbirkor sifatida ko'rasizmi yo logistika sohasindagi bir mutaxassis sifatidami? Hozircha logist deb ko'raman o'zimni, mutaxassis deb ko'raman. Chunki faqat men hozir logistika bilan shug'ullanaman. Qachonki tadbirkor bo'laman, shu logistikani yonida yana boshqa bir biznes ko'rsam, tadbirkor bo'laman deb o'ylayman. Hozir faqat 100% fokus logistika. Qachon boshqa sohani ko'raman, buni mukammallatib sistemlashtirsam, keyin ko'raman. Hozir mutaxassisman. Zo'r. Endi logistika shu biznesida eng katta bir foyda keltiradigan yo'nalishlardan qaysi birisi? Eng katta foyda aslında hammasi. Qaysında zo'r bo'lsangiz, shunda ko'proq foyda topasiz. Hammasida zo'r. Ya'ni Amerika logistikasini aytib turibman. Bu yoqda Yevropa yoki Osiyo logistikasini fikrim yo'q. O'zi kelajakdagi maqsadlar nechik? Kelajakdagi maqsadlar ko'proq yoshlarni ish bilan ta'minlash, chet ela yoshlarni chiqib ketishini oldini olish. O'zlarimizda $1000 Xorazm sharoitida $1000 topsa, mashina olib bo'ladi, uy ham olib bo'ladi, ota-onasini umri ham yarib bo'ladi. O'zi ham oilasi bilan yilda bir marta kamida chet elga chiqib, Tailand, Vyetnam yo Dubayga chiqib, Yevropaga chiqib dam olib kelib bo'ladi. Plan shu. Men ham taxminan bundan 1,5 yo 2 yil oldin IT Parkda logistika bo'yicha, shu logistika kichik kompaniyani bilmadim. Adi yodimda yo'q. Ishga hire atadilar, ya'ni ekzamen orqali, ekzamenga borganman. Bir 50 mi shuningroq odam bor edi. Bir o'zi 7 odam oladi ekan. Birinchi 2 nima bo'ladi? Birinchi suhbat, ikkinchisi bilmem bir testing variantda bir narsa raqadi. Ishqib, men ikkisidan ham o'tdim. 7 bola. Bir jo'ramon boradi shu vaqtda, jo'ramon borib o'tolmay qoladi jo'ram. Keyin 7 odam olgandan keyin 7 odam o'rin bor, lekin 14 odam oldi. Ya'ni zamin uchun. Keyin men 2 odamga bir, ya'ni o'zlarining ishchisini, bir odamni 2 odam shagird etib qo'yadilar. Ya'ni biriktirib. Tushundim. Keyin bir haftami yurdim, yeyishda borib. Lekin bir mening akkaunt beradilar ekan-ku. Ava. Akkauntni Menimcha brokerlik bu. menimcha endi bilmadim, u vaqtda uncha bilimim yo'q edi logistika bo'yicha. Chiqib yonimdagi partnyorim akkaunt berganlar, men akkaunt yetishmay qoldi. Tushundim, bu brokerlik. Agar men shu akkauntni shu vaqtda bersalar, men hozir marketing yo boshqa ismini bilmasam. Lekin hammasi xayrli. Da. Endi bu narsa aytchakim bu afsuslanish yoki nima emas. Bu yerda nov maqsadda aytibman. Ya'ni akkaunt berish deydilar. Keyin shu aytib bering. Akkaunt bergandan keyin bir haftadan keyin, 2 haftadan keyin meni chaqiradi deb aytadilar. Men 2 hafta kutdim. Afsus chaqirdim. No reply. No reply oldi. Keyin shu vaqtda ham ko'p narsa o'rganib oldim.
bir narsalarni sayt orqali netadilar. Lekin Hmm. saytdan dedilar-ku. Ha. Saytda akkaunt beradi. No sayt o'zi Yemini u aytib turgan narsa brokerskiy akkaunt. Undan ham xabarim bor. Menimcha u carhauling, ya'ni mashina tashishdagi brokerlik o. Klient bilan ya'ni trak haydab turgan shofyorni o'rtasidagi odam. Klientdan yukni oladi va shofyor topib beradi klientga. Hozir klientdan yukni olish uchun akkaunt ochiladi. Kundan 10 dona lead keladi unga. Lead kelgandan keyin 10 dona masalan lead 10 dona 20 dona lead keladi va bu lead faqat u odamga bormaydi, ya'ni brokerga bormaydi akkauntga. Hamma boradi. 20 odamga premium bo'lsa 10 odamga boradi. Keyin 10 odam ichida raqobat ketadi. Hozir klientdan yani olish kerak. Ya, no desam, ya mijozni olish kerak qapchi bizini. Shu narsa bo'ladi. Brokerlik bu ham oson emas. Dim chaqqan bo'lish kerak undan. Dispetcherdan ham hatto chaqqan bo'lish kerak. Halollikni ham qo'shib bersa, gullab yashnab ketadi. Hozirda o'zi eng bir nodiylar. O'zingiz biladigan logistika kompaniyalari haqida necha kompaniya bor o'zi? Bizda hozir 14 dona MC bor. MC degan, ya'ni bir MC bir kompaniya. Amerikada masalan kompaniya ochilsa MC nomer beriladi. Bizda beriladi-ku, masalan MCZ bo'lsa, oilaviy bo'lsa 14 MC bor va bizdagi eng katta kompaniyalar Express, Keynish degan kompaniyalarimiz eng katta. Ko'proq traklari bor. Amerikadagilar, ya'ni Amerikadagi o'zbeklar ochib qo'yganlar AD Groupni bilaman. Ko'p bir-biridan ko'p, hozir birisini aytsam, birisini aytib bilmayman ko'p. Chunki o'zbeklarimiz Amerikada 10 ochib, trak sohasida katta salmoqqa egalar. Bir qiziqli narsa, masalan bizda hayit bo'ladi. Yilda 2 marta hayit vaqtidan yuklarning narxlari oshib ketadi. Nechun? O'zbek haydovchilar, ya'ni ko'pchilik musulmon haydovchilar uylarına giradilar hayita bayrami va hayita bayrami girgandan keyin yuklar, ya'ni talab va taklif bir-birini mos kelmay qoladi. Yuklar ko'payadi, haydovchilar kamayadi. Shunga nisbatan yuklar oshib ketadi. Narx qimmatlaydi. Narx qimmatlab ketadi. Bozorda yuk ko'p, lekin haydovchi oz. Haydovchining da o'yinda. Va shunga qarab oshib ketadi, yuklar oshib ketadi. Shundan ham bilsak bo'ladi, o'zbeklarni Amerikada ko'pliligini va trakda ko'pliligini. O'zini uchun Amerikadagilarni o'zlari faqat migrantlarni trak sotib qo'yadilar. Yo'q, Amerikaniston ham ishlaydi. Birinchi o'rinda Amerikaniston turadi. Bilishimcha statistika bo'yicha, ya'ni Central Dispatch Carhaulingda Amerikaniston 64% tashkil etadi, o'zbeklar 14% tashkil etadi. Keyin qolganlar boshqa butun dunyoni fuqarolar tashkil etadi. Foizda. O'zbeklar ikkinchi o'rinda turadi deb eshitganman. Endi statistikada ko'rganman aniq. Jahongir yana sal shaxsiy hayot, shaxsiyat taraflama bir ikki savollar bor. Devam. Ukangiz bordi. Tamam. O'zi ukangizdan trakchi bo'lib ishlar deb aytadingiz. Tamam, trakda ishladi. O'zi trakchi bo'lib ukangiz aytadi-ku, menimcha o'z suhbatlarida. Nechik o'zi ish onda? Trakchi bo'lib ukam 1 yil ishladi Amerikada. Ko'p shtatlarga bordi va Carhaulingda ishladi, Amazonda ishladi. Trakchi bo'lib endi daromad, birinchi aytadigan bo'lsak, daromad yaxshi. Uni yashirib o'tirish shart emas. $10,000 ko'p daromad topsa bo'ladi trakda yurib haydovchi bo'lib. Lekin har xil vaziyatlarga tushgan, ya'ni trak buzilib qolgan vaziyatlar bo'lgan, tor ko'chalarga kirib diqilib qolgan vaziyatlar bo'lgan, keyin politsiya tekshirgan vaziyatlar bo'lgan. Ansatmas dedi. O'zbekiston yaxshi dedi, chunki bedam yetarli darajada pul bo'lsa, azatib yashasa bo'ladi ekan dedi. Sog'inmadim hali Amerikanda, endi bilmayman. Keyin sog'inmasa. Onda bir o'zi yetvadilar? Avval bir o'zi yetvadi, Polshadan yetvadi, magistraturada Polshada o'qiydi. Bir de J1 viza bilan, ya'ni work and travel bilan yetvadi Amerikaga. Necha vaqt? 3 oyga yetvadidan biroz qoldi bu yerda. 1 yildan ziyod qoldi va keldi keyin. Nishat? Vizani student viza o'zgartiradi. Keyin Polshada aytganingiz, Polsha vaqtlaringizdan sal gaplashmoqmiz. Polshada necha yil o'qidingiz onda? Magistraturadan o'qidingiz. Magistratura o'qidim va magistraturadan keyin 3,5 yil ishladim Accenture degan kompaniyada. Buxgalter bo'ldim. Polshaga nechap ketgansiz? Shu magistratura student, grant yutib oldim. Grant yutdim. Xullas, Kazminskiy universitetiga girdim va 75% Yevropa ittifoqi grant berdi. 2 yilga kontrakt $6,000 edi, yilina, общий $12,000 bo'lar edi.
2 yıl üçün $9.000 Avropa İttifaqı nə verdi? Grant verdi, o data science, big data science deyə yönəlişədir. Bir yıl okudum. Bir yıldan ki üniversitetini özgərtdim. Çünki bu sahə mən üçün əməslikini bildim. Yəni tartı olmadım doğrusunu aytganda. Kızıqışım məsələn, keyin finance accounting'i tapşırdım və Şuşada okudum və şu vaxt mobaynında, yəni Accenture'da buğalter, yəni kiçkinə buğalterdə team liderlik dərəcəsinə götürüldüm və özümü accounting'də tapdım. Və ondan ki Özbəkistana gəldim və bir də logistikəni başladıq. Biz yəni əsasi məsələn təyançlarımızdan biri və accounting vaxtıda pulların düşüşü və vaxtıda heydavçılara keyin üzəmizini ballara vaxtıda pullarını bəlləşə və şəffaflıq. Şu Polşada yürüyen vaxtlarınızda studentlik dəvr boladı ki, magistr olsadan başqa. Şu dəvrlərini çıxmamız. Polşada vaxtımda getgəmdə məsələn birinci cultural shock olanı təlim tizimi bolğan. Yəni cultural shock deyə mədəni şok. Çünki bir anda heç kim dərsini tiyalla vəzifəni etdinmi demidi, barıb oturtma. Dərs ötülədi, vəzifə bəllədi, monitorda bol çıx gedədi damırla. Və vəzifəni tiyallab, yəni e-mailinə yarış gərək. Mən şunu şu vaxtda bilməyəm mən hətta. E-mail deyincə bir də umum e-mail deyincə. Yəni qlavni e-mail, həmmə nəsə e-maillər, rəsmi xat yazışmanın rəsmi şəkli elektronlu. E-mail deyəşək mən 1-2 həftə yürü vergənmən, valla baxat tut, xabaramam yox, keyin bir Azərbaycan coram, gəlib sən vəzifənə gəlibmisən özü, nişə verədilər, bilinmən deyim mən də. Keyin beçara oturub ürgətgən mənə şu nəsələni. Allah razı olsun, hazıram alakalaşıb duramızı. İş qılıb ürgətib, keyin aslan düşüb başlağanman, oxuşdan boş bəyətlərimdə, başda 3 ayda işləməyəm mən, yəni bir də kitkəm pulum belə arkayım olub, ürgən mən. Yetədə də qoylab. Keyin axır pulun axır götürüb bundan keyin məcbur işə girgəm mən. Yəni pizzada pizza maker olub. İdiş tavaqam, yuğaman, vaxt yerində. Yəni məsələn pizzanı bişirgəm mən, pizzanı kəsişdirəm durğanma. İşqılıb bir də 2 ay işlədim. Keyin şu işləşmə barəmdə mən ofis işlərinə tapşırırdım. CV-mi ötdüm, CV-də yəni rezümü ötdüm da. Bir 60-dan ziyad kompaniyalara tapşırdım. Gündə işdə gələmən 8 saat, bir gün 10 saat, bir gün 12 saat iş. Gələməndə oturub 2 saat şuna vaxt azatama. İşte o məndə fikir var. Kaçan adam pizzada işləyəm mən. Şunu mən tüketişim gərək. Bu masa bir xil getib tutdu. Uxliman, oxşa varaman, gələmən pizzaya getəmə. Yerini işləb 12-də bir də gələmə, uxliman, yenə azanda bir xil cycle getib tutdudan. Öy, yəni öy deyərim uxu fəqət. Oxuş, pizza. Bir vaxt azatmasam bolmaydı. Kıyım oldu. Oturub bir 2 aylı tapşırdım işə. Birinci kompaniyadan gəldi. Schneider Electric deyən Fransiyanın kompaniyasından gəldi. Bir Taşkentdən bağım filialı. Bardım, nəyə intervyuya. Vam data analyst deyənədir pozisiyası. Sıkılıb etdim, əməl bilmədim, üzüm sizdim. Lakin zor oldu intervyu, xoşuma oldu ki, ofisdən aylandırdı, mən şokdamam. Bunu görməyəm mən hələ, bunu belən binalar içində yürütmə. Adamla işte bu rəsmi, yəni Gollivudda, kinolardakı deyin. Keyin bildim mən işəm idilər, lakin rəhmət aytdım, getdim. Keyin həftədən keyin şu aytqan Accenture'dan nə oldu? Telefon oldu. Telefonda gəpləşdik, 17 minut gəpləşdik. Hazır adam recording, yəni zapisləri başına nərsənə. Keyin gəpləşdik, intervyuya təklif etdilər mənə. Accenture face to face, o vaxtda Covid-dən əldinədi. 2021-ci ildə başlanışı yanvar ayıdır. 2021-ci il. Keyin təklif etdilər, gəpləşdik. Nədə? Intervyuda. Zor idi intervyu. Çıxqandan masa bir şey yazdılar keyin. Şunun Türk dili boyuncadan, Türk dili accounting with Turkish yəni. Türk dilindən həm nə var? İntervyumuz boladı. Şundan tapşırıb link boladı e-mailinə dedi. Okey dedim. Mən tapşırmadım 2 gün. Telefon etdilər ki, nə üçün tapşırmayın dostlar? Mən egzaminlərim var. Oxusadım. Haqqatda egzaminlərim vardı. Egzaminlərim var. Hə, boldu desə, ilac olsa tapşırıb 72 saatin içində çıx gərək lekin dedi. Boldu dedim nə? Keyin mən türkçə bilməm vaxtda en qızğın yeri. Azərbaycan dostuma yardım soradım. Azərbaycan dostum şu vaxt poddes getib yardım vergən türkçədən. Ulan dili türkçə atarsan. Yaqin ama. Keyin öyrəngən məndən girib keyin öyrəngən mən türkçəni. Və hazır polni özbəkcə çıxıblasam türkçə şunni bir xil. Zor. Vanda özü
boshqa davlatdagi nalar nechik paddeshga ketadimi yo nima tabaqalashmi? Yevropada masalan, men do'stlarim ko'pincha turklar, ozarbayjonlar, o'zbeklar tabiiy. Osiyolik. Osiyo, yo turkiylar, Osiyolik demayman. Turk zabonimiz-ku, bir-birimizdan dim tez dillashib ketaverdik. Rus tilini uncha yaxshi bilmaganim uchun rusiy zabonlar bilan bilmay kam qatnashgan ham bo'lgan shu vaqtda. Lekin turklar, ozarbayjonlar, o'zbeklar bilan biza masalan partiyalar turardik, o'tirishib, bir-bira borib turardik, basseyn sassenlara ish qilib tez kirishib ketaverdik. Lekin Yevropada men Polshaga borganimda baribir unumli yoqtirmaslik degan narsalar bo'lar edi, lekin menga nisbatan umuman bo'lmagan. Menga prямо polakcha so'raydilar. Polakda bo'laymi, bilmayman. Keyin men aytaman, yo'q, men polakcha bilmayman. Keyin inglizcha so'raydilar. Hozir Toshkentda borsam shunday ruscha so'raydi birinchi. Keyin assalomu alaykum degandan keyin aka o'zbekmisiz deb keyin o'zbekcha so'rashmoqchi. Rus taraxsizlar. Shu o'xshaymoqchida. Keyin bir momentni aytib berasiz. Короче, men o'qishga boraman, o'qishdan chiqib keyin ishga boraman deysiz. Lekin sal nani boylari, Yevropa boylari. Ha, shu. Mening bo'lgan aytganim yani cycle aylanib yotdi. O'qish, keyin ish. E'tibor etaman, Fransiyalik, keyin Kanadalik, Amerikalik nalar kursdoshlar ish etmaydilar. O'qish tushadigan buxgalteriyada, buxgalteriya deyman. Kutubxonada dars olaydilar. Bular nishat netadi, pul topadi desam, u bilinmaydi fondlar keladi, ular birlikda. Keyin shu vaqtda alam etgan, nechun biza net bilamiz masalan, biza dars yollab yoki vaqtimiz kam. Ham masalan, ham zo'r narsani o'zlariga ravo ko'radilar. Nechun biza ravo ko'rmasligimiz kerak deb, keyin ishga kirganman, keyin sразу zo'r kvartiraga ko'chganman. Chunki zo'r yerda yashasa immuniy ekanda, yaxshi xayollar keladi ekanda. Immuniy arzon yerda, keyin yomon narsalar aytib qo'ysa, odam o'zi dunyosi shuning bo'lib qoladi ekan. Bo'ldi, shu normalniy menga degan. Lekin o'zini yaxshi narsani ravo ko'rib, yaxshi narsani giysa, yaxshi yerlarda yashasa, yaxshi narsani yesa, yine toza fikrlar kelaveradi ekanda. Shuning uchun ruslardan bir gap bor-ku. Не нужно экономить, нужно больше зарабатывать degan. Iqtisodiyot shart emas, ko'proq ishlab topish yaxshi muhimroq degan narsa. Shu narsani o'rganganman shu o'zimga eng yaxshilarni ravo ko'rishdan. O'shada yana bir narsani aytib o'ting, qo'shimcha. Men o kitobni o'qib ko'rdim, marketing beshini Instagramda. Gördüm. Shu yarimi kitobni yarimda shunday deb aytib qo'yadi. Yine 3 qatlam bor-ku yine. Yani kambag'al, yani birinchi qatlam, o'rta qatlam, keyin premium qatlam deymiz. Yine shu qatlamlar yildan yilga 2ga bo'linib boradi. Misol hozir 3 bo'lib turgan bo'lsa, yani o'rta qatlamdagilar kambag'allashsa shunga qarab pastga ketaveradilar. Kim boyasa boyaveradi-da. Yani keyingi yillarda ya boy ya kambag'al bo'ladi deganlar ham bor, taxmin bor. Predict deymiz. Yo, menimcha iminin bizning davlatimiz ijtimoiy davlat va bu o'rta qatlam saqlanib qoladi deb o'ylayman. Shu 3 qatlam bo'ladi va o'rta qatlamning ulushi oshishi kerak. Ya'ni qashshoqlikdan chiqarib, yana o'rta qatlamga kiritish harakatlar ko'p. Endi oliy, ya'ni premium qatlam odam o'zini qaraydi. Cheklim harakat etaversa, premium qatlam o'tib boraveradi. Mening gapim bor-ku. Kambag'al bo'lib tug'ilish seni aybing emas, kambag'al bo'lib o'lish seni aybing degan. Lekin men doğrusu o'zim dengdoshlarimni ko'raman. O'zim dengdoshlarim emasdan, endi misol maktab o'quvchilari. Yine o'zim datada o'qitaman. Ismimni. Doğrusu ustozlarni fikrlar aytadilar. Kelgan vaqtda doğrusu o'qitasing, unda tip gelmeydi-da. Bolalar birisi telefon o'ynab o'tiradi, birisi opasi aytgan. Bo'lsa misol bir kursni arqi yaxshilanma. Ya, 1 million, 1,5 million. Majburlangandan ular короче, zo'r ishlatibman deb o'ylash mumkin, lekin xato. Qachon aqli kiradi? Benim yashab boradi, shu bir narsa talab etiladi, shu vaqtda bir o'lming qolsa, keyin afsuslanib nadomatlar boshlanadi. Shu vaqtda o'qisam bo'ladi ekan deb. Buni chunki menga ham aytganlar, maktab vaqtimda ham aytganlar, masalan, ko'chada ko'rgan, u kattaroq, masalan, og'aynilar
kattaroq adamlar diyecekmi? Aytganlar, "Qani men maktab vaqtida bu qazanmadı, men şu narsani o'rganardim" dedilar da. Va bizga yoshligimizda ham aytadi. Keyin kichkinalar ullayotdan yana aytadilar. U so'nggi pishman o'zingga dushman degan Yo'q, gap. bu yerda eng alamat olan narsa, ya'ni misol 10 odam o'tirgan bo'lsa, 10'sindən bo'ladi o'zi, ya'ni ichida o'ti bor. Hammasini bir xil dars o'tasiz-ku endi, misol. Ha. Qayta o nima qiziqmay o'tirgan odamga qayta odini aytib, iloji bo'lsa maksimum darajada darsni qiziqarliroq etib o'tishni aytasan, keyin lekin eng alamli, ya'ni aytadigan narsa bu o'tib borgandan keyin o'zi birinchidan darsga e'tibor bermay, telefon o'ynab o'tiradidan, keyin yaxshi rezultat yoki proyektlar ololmagandan keyin ay ber bo'lmadi, ustoz bo'lmadi, o'qitib bilmadi degan guringlar to'g'risi dim alamatik ketadi odam. Yo'q, bo'ladigan narsa u tabiiy hol. Sen aytadigan ishing menimcha darsingni o'tasan tamom bo'ldi. Bizlar ham imindigan narsada, bizlar ham ishga boradilar. Ishga olingandan keyin birinchi kallasini qo'yaman. Uka, bir o'quv markazi emas. Bir logistika, bu ish o'rganasan bir de. Masalan, motorga turibmiz, vaqtida foydalan. Bu narsa asli pulli. Masalan, Toshkentda 3 million so'mdan boshlanadi. Eng arzoni 3 milliondan boshlanadi. Sana shuni chans berilib turibdi. Bir hafta muddat, ya'ni test. Bir haftadan o'tsan keyin 1 oylik testga qo'shamiz. Yaxshilab o'rgandingiz va shu aytgan bolalarimiz hammasi olib ketganda. Kallasini qo'yaman. So'ramancha o'rgatmaydilar seni. Bu yerda har bir bolaning vaqti pul. Shuning uchun menga o'rgatadi deb kutib o'tirma deyman. O'rgatadi deb kutib o'tirdim, tamom, shu haftadan keyin men feedback so'rayman, xulosa so'rayman bolalardan. Bo'lmadi dedilar, astasini chiqarib beraman deyman. Chopasiz. Yomon qo'pol qilib aytganda chopiladi ava. Zo'r. Keyin yaqinda Yevropa borib keldingiz. Ava. Necha oldi sayohatlar? Sayohatlar zo'r bo'ldi. 6 davlatga bordik. Germaniyaga qo'ndik. Germaniyada 1 kun, Fransiyada 1 kun, Ispaniyada 2 kun, Italiyada 2 kun, keyin Polshada 2 kun yana. 6 davlat oldu. Germaniya, Fransiya, Ispaniya, Italiya, Vatikan ham bordik. Italiya ichida Polsha 6 davlatda bordik. Sir bo'lmasa chasan ketdi. Menimcha hisoblashim bo'yicha Toshkentda bordi keldilar bilan, vizalar bilan $4000 ketdi o'xshaydi. Biletlar bilan ichki reyslar, chunki chamarda 8 marta samolyotga mindim menimcha. Samolyotdan jonadek ketgan. Samolyot avval. Shuni uzum düzdüm nani? Turpaketda uzum düzdüm o'tirib. Hech qanday firmalar foydalanmadi. Biletlar ham üzüm aldım, gazetesalam üzüm bron etdim. Keyin turistlar boradigan yerlar ham o'zimiz ko'rib, Ozarbayjon jo'rambadi. Shu bilan birgalikda etdik. Lekin barbarincha üzüm etdim. Şu anda en yakın medeniyet taraflarına, teknoloji taraflarına en yakın narsa ne oldu? En yakın narsa Atmosferada. Atmosfera var. Barselona oyununa girdim. Atmosferadan başqacha muxlislik madaniyati. Masalan, xato aytib bersa, futbolist chabak chalib, poddishga turibdilar. Dim başqacha oldu. Keyin o'tirmaydilar adam muxlislar. Fan o'tirmaydi. To'lqin keladi, qichqiradi, poddish ketadi. Turistlar ham ko'p. Stadionda bir 30-40% menimcha turistlar Barselona o'yinuna tushgan. Shu bir boshqacha bo'ldi. Keyin yaqin davlatlar hammasi uchun 6 ichida Fransiya bilan Italiya bo'ldi. Çünkü arxitekturası bomba. 8 yıl elden kurulgan narsalar var. 800 yıl. O asan narsa emas. Saklaq qallar. Fransiyada biraz soğukroq, İtalyada issiq. İtalyada şu bahar edi. Bir istoriya ham qo'yganman. İtalyada şu baharda 17 gradus turibmiz. Daraxtlar gullagan, boychechaklar açiladi ekan ulardan. Apelsinlar turibdi yo'l chetida. Ikkisi yakka. Barselona ham yomon emas. Zo'r Barselona. Şu Barselonada yani oyun medeniyatda deydi. Ekologiya taraflarına hiç yani bize stadiona boramiz, chimishga chaqib, yani kursisini teyindan tashlab ketadilar. Yo'q, chimishga yo'q, konkret chimishga yo'q, lekin popcorn, kola, piva sotilib turibdi. Chakkandan chiqib chakib keladi. O'tirgan yerda chakmin, lekin chimishga yo'q. Shu bizdan ham chimishga yo'q qatish kerak to'g'risi. Dim asabada yo'q narsa. O'tirsan aziyat. Musor atib ketish to'g'risi. Xato. Ivanda musor bo'ladidan, uni meda musor emas-da. Baklashkalar, yani popcorn qog'ozlari bo'ladi menimcha. Sразу biz odamlar chiqqandan уже cleaning service. Borsa solat chiqib уже taqlashni boshladilar. Va eng qiziqlari az Barsani stadion Nou Camp remontda. Bu yer ham bordik, danib bo'lmadi уже undan rasman tusha kerak, lekin qurilishlar bo'lyapti. Keyin hozirgi stadionni adi Manju ishmadi, shunday edi. Xato aytgan bo'lsam uzr. O stadiona bordik, iminin tog'ni tepasida joylashgan-da.
Şəhərdə yürütmüş, şəhər isti. Maşını koyduk 2 kilometre pişkom gittikten ucu bizden ötürmediler yanında. Matta ötürt tuttular motosikilde. Adamla ucu dolup motosikilde tuttu. 2 kilometre gittik soğukta ya depe. Zor oturduk abi. Kaltırap oturduk. Keyin pəsə düşdük şəhərə düşdük. İsqına şəhər. Dım nəsə zor ekan. Prirodası dım dağçada ekan da. Ya stadionun depede qoyub qoydular. Mənimcə bir də ya futbolçular trenovka etsələr həm. Şu yanda trenovka etsələr stadionları var. Yəni yardımçı stadionlar. Ya devlenen sürət tiyallanadılar. Havam dağçat. Çan yox. Şunam ya varsa her sezonda. Her oyunda yaxşı olan gol tutdu. Azı birinci oyunun oxşaydı. Ha. Mən Barsa fanatıyam. Zor. Keyin adamların nəsini içik? Mədəniyyət deyimizmi? Yəni məni bir nəsə heyran kaldırdı. Bunu el aytmadım. Yəni Germaniyadan, Fransadan, İspanya, İtalya'dan İngiliz dilində, yəni mahalli halı mənə süyməyənin tüküldü İngiliz dilində. Məsələn söyləsək, süyməydi özünün dilini birinci nədən. Turist bağlamamız üçün okey, qastisala ki, mağazilərdə əməlləb söyləsəmiz, lakin köçəköydə məsələn üzün dilində söyledi. Nemiscə söyledi. İtalyanlar, Fransızlar, İspanlar həmməsi üzün dilində söyledi. Lakin yəni Şərqi Avropada, Polşada İngilis dilində söyləsək, bizəni başqaca görədilər. Yəni bu gramotli adam deyə görədilər. Şunu tuyuldum. Plus pozitiv tərəfdən. Pozitiv, yəni istə qarab, yəni şərqə qarab barsaq, İngilis dilində söylənilsə, bu zor adam deyə oynadı. Lakin bir anda Qərbi Avropada üzünün dili birinci oynadı. Düşünəli. Zor. Logistika sahəsində işləb köp nərsələr erişsə vardı. Mən təsəvvürə iyi yaptım ama başlanışı xuda xalasa. Da başlanışı. İkin işi podkast haqqında bir otsev. Keyin məsləhət. Birinci məsləhət verin, keyin otsev verəsiz. Başqa götürürlər. Xo'p, məsləhət podkastda hər xil kəsb egalarını çağırış kerak. Nə üçün? Onu planı çünkü yaşlarımız mesela bir logistika kızgadı. Kingsə var. En zor marketolog, en zor SMM'cik, en zor oktuçu, en zor mexanik mesela maşin zötüdün. Aşılan köp çağırış gerek ve bundan non-profit yani bu halka, yaşlara, kızgadollara mesela kollanma olsun hayat yollarında. Bir misal olsun. Şunu məsləhət verərdim. Çünkü ben üzümə podcast eşitcəm 2015-16'larda mesela Bek Alımcan deyən bala bunlara da azı çıxmaydı bu bala. Şvetsiyada stomatolog idi. Onu stomatolog etməz. Şvetsiyadakı həyatdan ki, Avropadan ki, şunu işlərdim ki, Şaxad Alimov bazı kətdə akademiyalar bu vaxt student idi mən görüb yanlarında. Yaponiyadan bitirib Norvegiyada magistrok idi. Şu ballara havas etib məsələn mən işləyəm mən də həyatın içində öyrəngəm mən. İşə tapşırışlarım şuradan öyrəngəm. Məsələn ulan sahəsi ümumi başqaca. Mən qızğınam ulan sahəsinə. Həyat tərzini öyrəngəm mən. Şu məsləhət keyin fikir İkisi bir okuydu mu? Bir okuydu oxşaydı. Məsləhət şu davam etsə şu yönəlişdə. Turlu xil kəsbəni. Əgər axırda bir podkast yekunu nələriniz bolsa, təfsirləriniz bolsa, məsləhətlər, fikirlər bolsa bemalol. Şu təfsiyə şu hər xil kəsb egaları ya öz tamaşabillər üçün. Tamaşabillər üçün hər kim yaxşı görən işini etsə, muvaffəqiyyətə erişsə boladı və adam üzrə baxlıq xisətib yaşaydı. Hər kim yaxşı görən işini etsə. Məsələn, pul üçün yoki birəvlə ət tutdu da oylab, şunu etsə baxt gəmidi doğrusu. Şimdi məlum bir summa tapılışı mümkün, lakin baxt tapılması mümkün lan. Baxt qaçan buladı? Məsələn, hər ət duran işini adam sevsə, yaxşı görsə, aslında baxlı oladı da bölümə. Çünki məlum bir miqdar yetkənə gəlmə yetmədim. Bu məlum bir miqdar məsələn qiymət tap bolğandan keyin adam baxt izləb başladı. Məsələn, milyoner adamlarla qarıydı. Məsələn, Zəfər Xaşimov yoki Murad Buildinglərə, Murad Nəzərovlar qaridon bolsa, bunlar balıq tutub yürüyürdü, keyin yürüyüşə barıb yürüyürdü. Şimdi addi lakin baxt ulaşıcı nəsələ ət bilirlər də. Ular ucu mənim fikrimcə qiymətdəki üzünə planındakı qiymət tap boğarlar. İndi bir anda baxt net bir adam. Məsələn, şunu ikisini birləşdirsə boladı məsələn. Hazır etib duran işimizni hobbimiz bolsa, şu hobbimizi etsək plan gələdi üzündən. Və adam baxlı olmam yaşaydı. Deyən fikirdəmə. Zor. Şu fikrə mən həm qoşulamam. Çünki mən həm şu fikir arkasından, qızıqışım arkasından
hozirgi sohamda ishlab yaxshi tajribam, bilimam, daromadam orttiribman. To'g'ri. Asa, hammaga rahmat. Sog'lom Rahmat. salomat bo'linglar. Savollar bo'lsa, pastga kelsanglar bo'ladi. Kommentariyada yozsanglar, qo'llangancha javob beramiz. Xo'p, tugadi. Bo'ldi. Rahmat. Tez tugadimi? Da 1 soat o'tmadi.